22-ci sual. Hər atış üçün güllənin hədəfi vurması ehtimalı 0,8-ə bərabərdir. N atışdan hər birinin hədəfi vurması ehtimalının 0,5-dən artıq olması üçün N-in ən böyük qiyməti, ən böyük mümkün qiymətini tap. İndi belə bir şey edəcəyik. Deməli, əvvəlcə sualı belə qoyaq. Bir atışda nə baş verir? Bir atışda güllənin hədəfi vurma ehtimalı biz bilirik ki 0,8-ə bərabərdir. Yəni P ehtimal deməkdir. Nəyin ehtimalı? Vurmaq ehtimalı. Yəni mən gülləni atdım və hədəfi vurdum ehtimalı 0,8-ə bərabərdir. İndi ikinci sual. Bəs N atışın hər birində hədəfi vurmaq nə deməkdir? Bu o deməkdir ki, bütün atışlar uğurlu olmalıdır. Məsələn, 2 atış edilsə, mən 2 dəfə atsam, o halda bunun ehtimalı bərabər olacaq 0,8 vurulsun 0,8-ə. Yəni 0,8 üstü 2-yə. 3 dəfə atış etsəm, o halda P bərabər olacaq 0,8 vur 0,8 vur 0,8, yəni 0,8 üzəri 3 olacaq. Deməli, N atışda hər birində hədəfi vurma ehtimalım, yəni Pn bərabərdir nəyə? 0,8 üstü N-ə bərabər olması lazımdır. Və bizə deyir ki, şərtə görə, yəni bu ehtimal 0,5-dən böyük olmalıdır. 0,5-dən böyük olmalıdır. O halda belə bir bərabərsizlik qurmağımız lazımdır. Deyirik ki, 0,8 üstü N böyük olması lazımdır 0,5-dən. İndi elə bir N tapaq ki, yəni bizdə bu N-in ən böyük qiymətini soruşur. N-in yerinə biz 1, 2, 3 və s. qoysaq və yoxlasaq, hansı halda biz deməli 0,5-dən böyük ədəd əldə edəcəyik, hansı halda kiçik ədəd əldə edəcəyik. Əgər biz N-in yerinə 1 qoysaq, o halda 0,8 üstü 1 olacaq 0,8-in özü. Bu isə 0,5-dən böyükdür. Yəni hələ N-in yerinə 1 qoymaq bizə əl verir. Bəs 0,8 üstü 2 yazsaq, yəni N-in yerinə 2 qoysaq, N əgər 2 olsa nə olacaq? O halda 0,8-in kvadratı edir 0,64. Bu da 0,5-dən hələ ki böyükdür. İndi 3 yazaq, N-in yerinə 3 yazaq. O halda 0,8 üstü 3 bərabərdir. Bu nə deməkdir? Deməli, 64-ü vuraq 4-ə edəcək 512, yəni bu da 1000-ə bölünür. 0,1000-də 512 edir bu. Yenə 0,5-dən böyükdür. İndi N-in yerinə 4 yazaq. N-in yerinə 4 yazanda 0,8 üstü 4 bərabərdir. İndi 512-yi biz 4-ə vursaq, daha doğrusu 8-ə vursaq nə əldə edirik? Bu olacaq 4096. Onu da 10.000-ə böləndə 0,10.000-də 4096 olacaq. Bu da əlbəttə ki 0,5-dən artıq kiçikdir. Deməli 4 dəfə edə bilmir. 4 götürə bilmir yeni yerinə. Maksimum 3 götürə bilərik. Ona görə də doğru cavab olacaq 3. Yəni B bəndi. 23-cü sual. Jx bərabərdir 1 çıxılsın 1 bölü 2 üstəgəl sinus kvadrat x funksiyasının qiymətlər çoxluğunu tapın deyir. Fikir verin, Jx funksiyası mürəkkəb bir funksiyadır. Yəni kökdə duran funksiya sinus x-dir. İndi biz bunu mərhələli şəkildə edəcəyik. Əvvəlcə bizim əlimizdə sinus x funksiyası var. Sonra nə baş veribdir? Sinus x funksiyasını kvadrata yüksəldiblər. Olub sinus kvadrat x. Bunu bu halda yazacağım. Sinus x üstü kvadrat, yəni 2. Eyni şeydir sinus kvadrat x və yaxud da ki sinus x yazıram mötərizədə. Sonra üstündə 2 yazıram. Eyni şeydir. Və daha sonra bu funksiyanın üstə gəliblər 2. Deməli yazırıq. Bu sinus x kvadrat üstə gəl 2. Sonra nə ediblər? Bu funksiyanı, yəni 2 üstə gəl sinus kvadrat x-in tərsini tapıblar. Elə bil ki 1 böl 2 üstə gəl sinus kvadrat x yazıblar. Ona görə də biz də elə edəcək. Yazırıq, sonra əldə ediblər buradan 1 böl 2 üstə gəl sinus kvadrat x. Yəni 2 üstə gəl sinus x-in tərsini tapıblar. Yenə deyirəm. Sonra nə ediblər? Baxın, bu ifadənin
qarşısına mənfi işarəsi gəlibdir. Yəni əksini hesablayıblar. Sadəcə qarşısına mənfi yazırıq. Minus 1 böl 2 üstəgəl sinus x kvadrat. Və axırda bu ifadənin üstünə 1 gəliblər. Onu da burada aşağıda yazacağam. Deməli, mənfi 2 üstəgəl sinus x kvadrat aşağıda, yəni yuxarıda da 1 üstəgəl 1. Yəni bu üstəgəl 1-i mən qarşıda yazsaydım, elə burada olduğu kimi olacaqdı. Yəni 1 çıxılsın 1 bölü 2 üstəgəl sinus kvadrat x olacaqdı. Eyni şeydi yazdığım. Sadəcə toplananların yerini dəyişmişəm. İndi isə gəlin bunları, yəni qiymətlər çoxluğunu başlayaq tapmağa. Əvvəlcə başlayırıq sinus x funksiyasından. Biz bilirik ki, sinus x funksiyası mənfi 1 və 1 arasında yerləşir. İndi nə edirik? Sinus x-i kvadrata yüksəldirik. Sinus x-in kvadratı olacaq sinus kvadrat x. Onda biz sol və sağ tərəflərdə kvadratı yüksəltməyimiz lazımdır. Olacaq sağda 1-in kvadratı olacaq 1, sol tərəfdə mənfi 1-in kvadratı, daha doğrusu mənfi 1-in kvadratı 1 edir, 1-ə keçir. Ancaq burada baxın, mənfi 1-dən 0-a qədər olan qiymətlərin hamısını, yəni kvadrata yüksəldəndə 0-dan 1-ə qədər olan qiymətləri simmetrik olaraq o qiymətləri alacaq. Deməli, mənfi 1-dən 0-a qədər olan qiymətlər hamısı müsbət olacaq. Nə baş verir? Onda 0-dan 1-ə qədər qiymətlər alacaq sinus kvadrat x. Mənfilər müsbətə çevrilir sadəcə. Bu bizim sinus kvadrat x-dir. Sonra indi biz bu funksiyanın üzərinə 2 gəlməyimiz lazımdır. Yəni sinus kvadrat x üstəgəl 2. Onda biz soldan da sağdan da eyni bu 2-ni gəlməyimiz lazımdır. Deməli, sağda 1 üstəgəl 2 edir 3. Solda isə 0 üstəgəl 2 edir 2. Ondan sonra deməli, bunun biz tərsini tapırıq. Yəni sinus kvadrat x üstəgəl 2-nin tərsi olacaq 1 böl sinus kvadrat x üstəgəl 2. Ancaq bir şey diqqət etmək lazımdır. Biz funksiyayı tərs çevirəndə onların sol və sağ deməli hədləri, yəni limitlərin yerini dəyişməsi lazımdır. Yəni biz soldan yazacağıq bu 3-ün tərsini 3-də 1, sağda da 2-nin tərsi 2-də 1. Ondan sonra bu funksiyanın qarşısına mənfi yazacağıq. Nə olur? Deməli 1 böl qarşısına mənfi yazaraq sinus kvadrat x üstəgəl 2. Əgər funksiyanın ümumiyyətlə bərabərsizliyi mənfiyə vuranda işarələr də dəyişir. Ona görə də bu 3-də 1 və 2-də 1-in qarşısına mənfi yazacağıq, amma 2-də 1 yenə sol tərəfə gəlməsi lazımdır. Olacaq deməli kiçik və yaxud bərabərdir mənfi 2-də 1, bu tərəfdə də mənfi 3-də 1. Və son olaraq bu ifadənin üstünə 1 gəlməyimiz lazımdır. Deməli, mənfi 1 böl sinus kvadrat x üstəgəl 2 üstəgəl 1 kiçik və yaxud bərabərdir mənfi 3-də 1 üstəgəl 1. Buradan da böyük və yaxud bərabərdir nədən? Mənfi 2-də 1 üstəgəl 1-dən. İndi mənfi 2-də 1 üstəgəl 1 edir 2-də 1 kiçik və yaxud bərabərdir mənfi sinus kvadrat x üstəgəl 2-də 1 üstəgəl 1 kiçik və yaxud bərabərdir mənfi 3-də 1 üstəgəl 1 3-də 2 edir. Deməli, bizim funksiyamız 2-də 1-dən 3-də 2-yə qədərdir. Bunu belə yazaq. Yəni, kiçik və yaxud bərabər olduğu üçün kvadrat götürürük mötərizəni. 2-də 1-dən 3-də 2-yə qədər qiymətlər alacaqdır funksiya. Cavablara baxaq, hansıdır? 2-də 1-dən 3-də 2-yə qədər. Bəli, D bəndi doğru cavabdır. 24-cü sual. O x-y koordinat müstəvisində 2 təpəsi A -2, 0 və B 6, 0 nöqtələri olan 3-cü təpəsi isə y bərabərdir x kvadrat - 6x üstəgəl 15 funksiyasının qrafikində yerləşən üçbucaqları götürək. Bu üçbucaqlardan sahəsi ən kiçik olanın sahəsini hesablayın deyir. Əvvəlcə koordinat müstəvisində bu verilmiş 2 nöqtəni qeyd edək.
Deməli, A nöqtəsi -2, 0, 1, 2, bura -2, 0 A nöqtəsidir. Bu da qeyd edək. A nöqtəsi -2-dir bura. -2, 0 və B nöqtəsi 6, 0. 1, 2, 3, 4, 5, 6. Bura isə B nöqtəsidir, B təpəsidir. İndi qaldı C nöqtəsi, yəni üçbucağın C təpəsi. C təpəsi isə verilmiş, baxın, bu funksiyanın qrafikində yerləşir. İndi deməli C nöqtəsi ya x oxunun yuxarısında ya da aşağısında olacaq. Biz funksiyaya baxırıq ki, kvadrat funksiyadır. Kvadrat funksiyada, yəni paraboladır, aydın məsələdir ki, x kvadratın qarşısındakı deməli əmsalının işarəsi müsbət olduğu üçün bu parabolanın qolları yuxarı yönəlib. İndi baxaq biz bu funksiyanın diskriminantı nədir? Yəni x oxunu hansı nöqtələrdə kəsir? Ümumiyyətlə kəsirmi, yoxsa kəsmirmi? Diskriminantı tapmaq üçün düsturumuz b kvadrat çıx 4 vur a vur c-dir. B kvadrat yəni 36 edir. -6-nın kvadratı çıx 4 vurulsun a 1-dir, c isə 15-dir. Bərabərdir 36 çıxılsın 4 vur 1 4 edir, vurulsun 15-ə 60. Bu isə mənfi ədəddir. Yəni bu o deməkdir ki, parabola x oxunu kəsmir. Əgər x oxunu kəsmirsə və x kvadratın qarşısındakı əmsalı müsbətdirsə, deməli bu x oxunun yuxarısında yerləşən bir paraboladır. İndi əgər belə bir parabola götürsək, bizə bu parabolanın üzərində yerləşən nöqtə, yəni 3-cü C nöqtəsini bu parabolanın üzərində götürməyimiz lazımdır. Hansı nöqtədə götürsək, əldə edəcəyimiz üçbucağın sahəsi ən kiçik olacaq. Baxın, əgər misal üçün deyək ki, bu nöqtədə götürsək və birləşdirsək bu nöqtələri, əldə edəcəyimiz üçbucaq budur. Üçbucağın sahəsini tapmaq üçün isə oturacaq məlumdur ki, yəni budur, dəyişmir. Bu -2-dən 6-ya qədər məsafə 8 vahiddir. Dəyişən nə olacaq? Sadəcə bu qrafik üzərində götürəcəyimiz C nöqtənin koordinatına görə, misal üçün mən əgər, baxın, təpə nöqtəsini götürsəm parabolanın, onda yəni üçbucağımız bizim belə olacaq və aydın məsələdir ki, onun hündürlüyü də daha kiçik olacaq da. Yəni bayaq C nöqtəsini birinci götürdüyümüzdə bu olurdu bizim deməli hündürlüyümüz, yəni üçbucağın hündürlüyü. İndiki halda, yəni bu nöqtəni götürəndə hündürlük bu oldu, daha kiçik olur. Bizə ən kiçik lazımdır və aydın məsələdir ki, bu parabolada təpə nöqtəsi ilə ən kiçik deməli olması üçün şeyin hündürlüyün biz tam olaraq bu parabolanın təpə nöqtəsində götürməyimiz lazımdır. C nöqtəsini. İndi bunları silək. Deməli bizim baxın bu şeyi parabolanı biraz yuxarı qaldırıram ki, daha gözəl çəkə bilək. Deməli təpə nöqtəsindən götürürük C nöqtəsini. Bu oldu bizim C nöqtəsi, C təpəsi. İndi bunları birləşdirəndə əldə edəcək üçbucaq və bu deməli şərtlərlə çəkə biləcəyimiz üçbucaqlardan sahəsi ən kiçik olan üçbucaqdır bu. İndi bu üçbucağın sahəsini hesablayaq. Bayaq da qeyd etdiyim kimi, yəni ümumiyyətlə üçbucağın sahəsi nəyə bərabərdir? Oturacaq vurulsun hündürlük bölünsün 2-yə. Oturacaq 8 vahidə bərabərdir. 8 vahiddir bu. 8 vurulsun. İndi bu üçbucağın hündürlüyü nə olacaq? Baxın, bu parçanın uzunluğu C nöqtəsini tapmağımız lazımdır. X koordinatını, yəni parabolanın təpə nöqtəsinin koordinatını düsturla tapacağıq biz. Bu düsturda x bərabərdir -b bölünsün 2a-dır. Deməli nə olacaq? Bu x bərabərdir -b, yəni -6 bölünsün 2 dəfə a bizdə 1-dir. 2 dəfə 1 bərabərdir. Bu mənfilər gedəcək. 6 bölü 2 olur 3. Deməli x bərabərdir 3 nöqtəsində parabolanın təpə nöqtəsi, yəni x bərabərdir 3 nöqtəsində yerləşir. İndi biz bunun y koordinatını tapmağımız lazımdır. Burada sadəcə funksiyada x-in yerinə 3-ü qoymaq lazımdır. Nə əldə edirik? Demək, y bərabərdir x, yəni 3 yazırıq. 3-ün kvadratı çıx 6 dəfə 3
üstəgəl 15 bərabərdir 3-ün kvadratı 9 çıx 6 dəfə 3 18 üstəgəl 15 bərabər 9 çıx 18 edir -9 üstəgəl 15 edəcək 6. Deməli y burada 6-dır. Yəni bu üçbucağın hündürlüyü 6 vahiddir. 6-ya vururuq və bölürük 2-yə. 8 dəfə 6 48 böl 2 24 edir. Deməli doğru cavab G bəndidir.